Mən Bayramova Çiçək Cəlil qızı Cəbrayıl rayonu Şahvəli kəndindən 1993-cü ildə məcburi köçkün düşmüşdüm. Mən həkim olmaq istəyirdim, özümü ağ xalatda görürdüm. Təəssüf ki, köçkünlük həyatı buna yol vermədi. Artıq bugünkü gün mən ağ xalatdayam, qənnatçı kimi. Mənim ailəm 4 nəfərdən ibarətdir. 2 qızım, 1 oğlum var. Özüm yaşadıklarımı onlara yaşatmamaq üçün onlara təhsil verdim. Çünki bu mənim üçün çox vacib idi. Buna görə mən uşaqlarımı dolandırmaq üçün, onların təhsil haqqını ödəmək üçün məcbur idim hansısa peşələrdə işləyim. İxtisasım da olmadığı üçün mənə verilən qazanclar az olurdu. Mən iş axtarışındaydım. Və bir gün bir elan çıxdı qabağıma ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırması layihəsi belə bir layihə ərsəyə gətirib ki, biz təmənnasız məcburi köçkünlər orada peşə məktəblərindən təhsil ala bilərik. Mən qeydiyyatdan keçdim və bir gün xəbər etdilər ki, artıq siz müsahibədən keçmisiniz və hansısa peşəni istəyirsinizsə onu seçə bilərsiniz. Təbii ki, mən də qənnatçılıq peşəsini seçdim. Nəhayət 2023-cü il dekabr ayında bizim təlimlər başladı. Azərbaycanın öndə gedən mütəxəssisləri, işini bacaran, bilən müəllimlər bizim dərslər keçdilər. Biz həftədə 3-4 dəfə olmaqla bütün günümüzü alacaq qədər təhsilimiz davam edirdi, həm nəzəri, həm praktiki və bizim təhsil aldığımız mərkəz bütün avadanlıqlara təsis edilmişdi. Bizim artıq 2 aylıq kursumuz başa çatıb. Mən burada yaxşı tələbə olduğum üçün artıq iş təklifi almışam. Bu da mənə imkan verir ki, mən orada daha yaxşı mütəxəssis kimi daha yaxşı qazanc əldə edim. Mən inşallah gələcəkdə tezliklə qazandığım bu təhsillə, uğurla, aldığım sertifikatla inşallah Qarabağda yeni qurulmuş Cəbrayılda Çiçək Şirniyyat butiki açacağam və orada Cəbrayıla, Qarabağlılara xidmət edəcəm inşallah.